Əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağcabədi rayon Muğanlı kəndində gözəl bir müəlliməmizin evində qonağıq. Xoş gördük müəllimə sizi. Sağ olun, çox sağ olun. Allah razı olsun. Siz sağ olun. Mən çox gözəl gündə gəlmişik sizə. Çox sağ olun. Çox gözəl gündə. Ramazan bayramının 3-cü günündə gəlmişik sizə. Ramazan bayramınızı təbrik edirik. Çox sağ olun. Həm də bu günlərin Azərbaycanın ana dili günüdür. O gün münasibətilə sizi də təbrik edirəm bir müəllimə kimi. Çox sağ olun. Müəllimə, adınız, soyadınız? Hacıyev Sevil Gülastan qızı. Gözəl. Neçənci ildə anadan olmuşsunuz? 1959-cu il aprelin 1-də anadan olmuşum. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərsləmisiniz? Mən Gəncə, Məsəd Gəncəv adına pedaqoji texnikumu bitirmişəm və ibtidai sinif müəllimi işləyirəm. Nə gözəl. Sizin kimi ibtidai sinif müəllimələri sayəsində biz qələm tutmağı öyrənmişik. Çox sağ olun. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1981-ci ildən Hansı başlamışam. məktəblərdə çalışmısınız? Əvvəlcə Təzə Kənd 8 illik məktəbində çalışmışam. Sonra Şahsevən kəndində, o da deyəsən 90-cı illərdə belə işləmişəm. Sonra Muğanlı Kənd Tam Orta Məktəbində, Saravan Quliyev adına Muğanlı Kənd Tam Orta Məktəbində bu günə qədər, yəni pensiya yaşım çatana qədər işləmişəm. Çox gözəl. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? Yəni 44 il məncə fəaliyyət göstərmişəm. Maşallah. Bir ömrün yazısı Yazısı, deməkdir. hə. Əlbəttə ki. Fəxri adlarınız, mükafatlarınız olub. Sertifikatla tərtib olunmuşam, yaxşı dəstəkliyinə görə. Qabaqcıl müəllimlərdən olmuşsunuz. Rayonda da çağırıb tərtib ediblər, elə fəxri fərmanlarla tərtib olunmuşam. Çox gözəl. Təqaüdə neçənci ildə çıxmısınız? Təqaüdə 4 uşaq olduğuna görə, əvvəlcə uşağa görə deməli 50 yaşında çıxmışam. Hal-hazırda neçə yaşındasınız? İndi 66 yaşındayım. Allah ömrünüzü uzun eləsin. Çox Həyat yoldaşınızın adı, soyadı mənim? Quliyev Adil Rəsuloğlu, o da kənd təsərrüfatı işlərlə məşğul olubdur. Əvvəlcə deməli kolxoz olan vaxtlarda aqronom işləyir. Hal-hazırda o da deməli Ağcabədi pamıq zavodunda baş aqronom işləyir. Çox gözəl. Bildiyimizə görə çox gözəl anasız. Bəli. Çox gözəl nənəsiz. Bəli. Ümumilikdə neçə evladınız var müəllimə? Adlarını deyin. 4 evladım var, 3 qızım, 1 oğlum var. Qızlarım Nərmin, Vüsalə, Şəbnəm, Bəli. oğlum Şahin. Çox gözəl. Ümumilikdə neçə nəvəniz var? 8 nəvəm var. Allah sağ eləsin Sağ ol, müəllimə. sağ ol. Ömrünüzü Allah uzun eləsin, nəticə də görəsiniz Çox sağ olun, inşallah. sağ olun. Müəllimə, müəllimlik sizin üçün nə deməkdir? Həqiqətən də ən gözəl peşədir. Yəni ən gözəl bir sənətdir ki, müəllimlik sənəti. Yəni istər ailədə, istər məktəbdə, harda olursa olsun müəllimə olan hörmət həqiqətən də adamı daha çox ruhlandırır ki, şagirdləri gözəl təhsilə yiyələndirək. Yəni belə ki, evdə, ailədə uşağın tərbiyəsi ilə ana məşğul olursa, məktəbdə uşağın tərbiyəsi müəllimdən asılıdır. Bəli, bəli. Ona görə biz özümüzü bir müəllim kimi yox, həm də məktəbdə bir ana kimi, yəni uşaqların bir anası kimi aparırıq. Yəni onların bütün istəklərini yerinə yetiririk və çalışdığımız da odur ki, yəni şagirdlər yaxşı biliyə yiyələnsinlər. Çox gözəl müəllimə, çox doğrudur. Əsasda müəllimələr çox məsuliyyətli. Məsuliyyətli bir peşədir. Bir peşədir. Çox şərəfli, həm də bir çətin peşədir. Çətindir. Müəllimə, inşallah sizi çəkdiyi işıqlandıracaq Allahın izni ilə. Buradan sizə baxacaqlar. Nəvələriniz, nəticələriniz, hətta kötücələriniz belə baxacaqlar. Allah ömrünüzü uzun eləsin, özünüz də baxasınız. Nəvələriniz, nəticələrinizi, kötücələrinizi yanınıza yığıb baxasınız. Onda sizə buradan baxacaqlar. Onlara nə ürək sözləri deyə bilərsiniz? Mən onlara sözlərim odur ki, yəni evlatlarım artıq ailə üzrə, onlar böyüklər, nəvələrimə əsas yəni sözüm odur ki, yaxşı oxusunlar. Təhsilə biliyə yiyələnsinlər, onlar da mənim kimi hər hansı peşənin öhdəsindən axıra kimi gəlsinlər. Yəni yarımçıq bir iş olmasın. Öz ürəklərində hansı peşəni istəyirlərsə, o peşəyə yiyələnsinlər. Yəni onların öhdəsindən layiqincə gəlsinlər. Biz də amin deyirik. Müəllimə, çox sağ olun. Sağ olun. Var olun. Qonaq qəbul elədiniz bizi. Gözəl bir gündə gəldik. Sizin qonağınız oldu. Çox sağ olun. Çox sağ olun. Biz də